Salam aleykum, hər vaxtınız xeyir olsun. Bugün kəpəkli çörək hazırlayacağım. Əvvəlcədən maya hazırlamışam. Duzu əlavə edirəm. Bir balaca da ağ un vurmuşam. Bax belə. Bura su tökürük biraz. Çörəyimiz mayalanana qədər qovurması hazırlayacağıq. Su filtri haqqında danışmaq istəyirəm. Telefon nömrəsində qeyd etmək istəyirəm. Yeni su filtri çıxıb ki, filtrlər 5 növ filtrdir. Baterika necə tükənirsə, o üslubda tükəndiyində azalır və görsənir və sizlər su filtrinin dəyişilməsini görürsünüz. Qiyməti büdcəyə uyğundur. Əti sümükdən biraz ayırın. O daha yaxşıdır. Dostlar, əti 55 dərəcə filan temperaturda su ilə yudum. Ağzını örtürəm, su əlavə etmirəm. Mayalandı. Gəl yaxına, bax, bu markadan istifadə edirəm. Bax, həmirimiz isə tam şəkildə, bax, görürsünüz, necə mayalandı. Bu şəkildə, bax, belə eləyirəm. Sobaya yerləşdiririk. Bunu da oradan almışam, eyni. Yəni, belə də çəkir birbaşa, hətta belə örtsəm də çəkir, yəni. Duz, ət duzu öz canına çəksin, onda çox dadlı olur. Tez bişdi deyə, bunu buradan çıxardıram, alçanı əlavə etdim. Aha. Ət suyu tökdüm. Bunun ətini bax bu şəkildə görsənir orada, qıpqırmızıdır. Yığıram bu qaba. Fırınımız 45 dəqiqəyə qoyduq, çörəyimiz bişdi, bismillah. Bəh, 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 maşallah, maşallah. Bu soba eləyir, bunun bu gözəl sobamız. Sobamız. Bunun gözəlliyi. Okay, yaxşı. Bax, 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 bax. Təmiz yağ olsa, yeməyə nə var ki? Dərman. Bu oğuzundur. Söz-söhbət yaratma emir. İstəsə bölər, istəsə də bölməz. Emilia Süfriya. Oo, bəh, 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 bəh. Oğuz, bu tikən sən tək yesən, söz-söhbəti çox olar. Sabah gərək gün boyu burada işləyəsən. Emin, sən ət qoymuram. Məqsədin Oğuzun qabına hücum eləmək olsun. Sən görsünlər. İtələmə bu yana. Görsünlər də onu da. Aha. Mən yiyirəm. Bismillah. O qədər ləzzətlidir. Mükəmməl.